Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən regional kollecdə ciddi iddialar gündəmə gəlib. Məlumata görə, kollecin direktoru və eyni zamanda ingilis dili müəllimi olan Xoşqədəm Xudiyeva 20 aprel 2026-cı il tarixində Qarabağ Universitetinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə iştirak edib. Tədbir saat 10:00-da başlamasına baxmayaraq, direktorun həmin gün 08:30-da keçirməli olduğu dərs auditoriyada olmayıb. Dərsi isə metodist Məmmədova Günay əvəz edib. Lakin iddialara görə direktor buna baxmayaraq növbəti dərs üzrə jurnalda tələbələri qiymətləndirib və imza atıb. Bu isə həm pedaqoji, həm də inzibati məsuliyyət baxımından ciddi suallar doğurur. Regional kollecdə hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir. Məlumatlara görə prokurorluq tərəfindən yaradılmış araşdırma qrupu hələ də kollecdə baş verən pozuntuları təhlil edir. Xoşqədəm Xudiyevanın dərs saatını əvəz etmədən jurnalda imza atması, sənəd və qiymətləndirmə qeydlərinin uyğun olub-olmaması məsələsi araşdırmanın diqqət mərkəzindədir. Bu hal həmçinin sənəd saxtalaşdırılması ehtimalını da gündəmə gətirir. Açıq qalan suallar. Direktor dərsdə iştirak etmədən tələbələri necə qiymətləndirib? Dərsi əvəz edən metodistin fəaliyyəti necə sənədləşdirilib? Jurnal qeydləri faktiki dərs prosesi ilə üst-üstə düşürmü? Bu hal tək bir hadisədir, yoxsa sistemli problem mövcuddur? Təhsil müəssisəsində rəhbər şəxsin belə hallarda öz vəzifə borcunu yerinə yetirməməsi, idarəetmədə şəffaflıq və məsuliyyət məsələsini ciddi şəkildə gündəmə gətirir. Hüquqi baxımdan dərs saatı və jurnallardakı qeydlər hamı üçün eyni standartda olmalıdır. Aidiyyəti qurumların və prokurorluğun bu məsələyə hüquqi qiymət verəcəyi gözlənilir.